Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir gözəl saç sancağının hazırlanmasını göstərəcəm. Uşaqlarınız üçün çox gözəl bir saç sancağıdır. Bunun üçün bizə lazımdır ip. Çalışın ki, tüklənən ip olmasın, koton ip olsun. İstədiyiniz rəngdən istifadə edə bilərsiniz. Daha sonra bunun üstünü bəzəmək üçün, bəzəyi toxumaq üçün mən 3 nömrəli milçədən istifadə etdim. Bizə lazımdır belə saç sancağı və saç sancağını kənarına toxumaq üçün başqa bir milçədən istifadə edirəm. Çünki bunu istifadə etsəm bunun kənarına xarab olar. Bunun birini ayırırıq ancaq sancağın kənarına toxumaq üçün. Bu qədər. İstifadə edəcəyimiz bir də ki, yapışdırmaq üçün belə bir yapışqandan istifadə edirik. Belə bir yapışqan. Əgər yapışqanınız yoxdursa, siz belə eləyə bilərsiniz. Bunu tikə də bilərsiniz. Bunun üstünə tikə də bilərsiniz. Bu formada. Buyurun, birlikdə toxuyaq. Xanımlar, ilk olaraq sancağımızın kənarına toxuyaq. Bunun üçün bizə belə tüklənməyən ip lazımdır, koton ip, bir sancaq lazımdır, bir də milçə. Hər dəfə eyni sözü deyirəm. Ola bilər ki, başqa əl işlərimə baxmış olmazsınız. Onun üçün hər dəfə təkrarlayıram. Çalışın, bunu toxuyacağınız milçəni başqa qarışdırmayın. Çünki qaşındığı üçün toxumaq rahat olmur, ilişir. Başqa əl işləri toxuyanda milçəyə ilişir. Ona görə də mən bunu ayırmışam xüsusi olaraq bu iş üçün. Deməli, ilk öncə belə götürürük. Sizin sancağınızın kənarına uyğun olmalıdır. 1/5, 1/3, 1, ən uzağı 2 olsun ki, buradan keçə bilsin. Yəni, çox böyük olmasın. Çalışın ki, çox böyük olmasın. Bu formada deməli, çıxartdım və bunu sancaqdan, milçədən çıxardıram. Bu şəkildə bura bərkidirəm. Bir dəfə bərkitdim. Daha sonra bir daha salıram. Demək, çalışın ki, milçəniz dediyim kimi çox böyük olmasın ki, rahat girib çıxa bilsin buradan. Mən bunu deməli bir daha bərkidirəm ki, daha yaxşı olsun. İkinci dəfə də eləyirəm. Elədim. Daha sonra bu 2 dənə eləyəndən sonra 1, 2, 3 dəfə 3 zincir çəkdim və keçirtdim bu tərəfə. Bu tərəfə keçirtdim. Bunu bu şəkildə burada bir də çalışın ki, çox boş olmasın. Ona görə biraz çətin toxuyuram. Çünki çəkə-çəkə toxuyuram ki, bərk olsun. Bu şəkildə deməli salırıq. Buradan çıxardırıq və bunların hər ikisini bu şəkildə çıxardırıq. Eyni formada ta başa qədər toxuyuruq. Bu şəkildə. Sizə çətin gələ bilər.
biraz el öyrəşənə qədərdir. El öyrəşəndən sonra ehtiyat, yəni ki, rahat işləmək olur. Bir də əgər istəsəniz ki, bunu kənarını toxumadan eləyəsiniz, bunun qızılı rənglərində də olur. Siz qızılı rəngdən də istifadə edib sevdiyiniz, məsələn, əl işini, çiçəyi və yaxud da hansısa bir əl işini bunun üzərinə üzərində düzəldə bilərsiniz. Yəni ki, bunun kənarına toxumadan elə ancaq, məsələn, mən toxuyacağım, indi göstərəcəyim şeyi siz hazır formanı da üstünə dikə bilərsiniz. Və yaxud da ki, kley olur. Mən kley ilə yapışdırıram. Siz də kley ilə yapışdıra bilərsiniz. Bunu sizə göstərməkdə məqsədim bu uç hissəsində biraz eləmək çətin olur. Buna görə istəyirəm ki, hər dəfə onu sizə təkrar göstərirəm. Bir də ki, çalışıram ki, hər əl işimdə, məsələn, sancağın hər dəfə eyni cür yox, müxtəlif formalarda kənarının bəzədilməsini sizə göstərib. Ona görə də tam şəkildə göstərirəm. Eyni cür göstərəndə ehtiyac yoxdur. Çünki başqa əl işlərimdə sancağın toxunma hissəsi var. Yəni ki, onu oradan götürə bilərsiniz. Ancaq buradan kənarını biraz fərqli eləyəcəm. Ona görə sizə tam şəkildə göstərirəm. Gəldik, başa çatdıq. Bir də çalışın ki, bu toxuyanda çox boş qalmasın. Yəni ki, altının dəmiri görsənməsin. Gəldik. Baş hissəyə çatdıq. Baş hissəni toxuyanda biraz bu hissəni biraz necə deyirlər, çox sıxmadan biraz boş saxlayın. Bu şəkildə götürürəm. Və çox sıxmıram. Götürürəm. Götürürəm. Gördüğünüz kimi. Şimdi artık keçirik təpə hissəsinə. Təpə hissəsini də toxuduq. İndi artıq keçirik bu kənarına. Siz toxuduqca əlinizlə düzəldə bilərsiniz. Bu şəkildə. Bu şəkildə. İndi bunun bu kənar hissəsini toxuyuruq. Bura qədər necə toxumuşuqsa, bu kənar hissəsini də bura qədər toxuyaraq gəlirsiniz. Daha sonra necə toxumaq lazım olduğunu birlikdə davam elətdiririk. Bu şəkildə. Gəlib çatdıq, deməli sona. Buradan götürürəm. Altından keçirdirəm və bura bənd eləyirəm. Daha sonra bir zincir çəkirəm.
Başına dolayıram. Götürürüm. İkisini bir çıxardıram. Bir daha götürürüm. İkisini bir çıxardıram. Götürürüm. İkisini bir çıxardıram. Bir daha eləyirəm. İkisini bir çıxartdım. Daha sonra deməli nə edirik? Nazik hissəsi ilə bu kənarına keçirəm. Bunu bu şəkildə bəlli edirəm. Siz istəsəniz tərs də gedə bilərsiniz, düz də gedə bilərsiniz. Bunu bu kənarına tərsdən də toxuya bilərsiniz. Tərsdən biraz çətin olduğu üçün mən ona görə də düzdən toxuyuram. Bu şəkildə deməli bir zincir çəkirəm. Götürürəm. Bunun içindən bu formada çıxardacağım. Götürürəm. Bunun dibindən götürək. Bunun içindən bu şəkildə çıxardırıq. Daha sonra bir zincir çəkirəm. Bir zincir çəkib növbəti buradan çıxardıram. Bunu da bunun içindən çıxardıram. Yenə də bir zincir çəkirəm. Bunun növbəti dibindən çıxartdım və bunu bunun içindən çıxardıram. Bir zincir çekelim. Növbəti boşluqdan çıxardıram. Və bunu bunun içindən çıxardıram. Bir zincir çəkirəm. Növbəti boşluqdan çıxardıram. Bir zincir çəkirəm. Bir zincir çəkirəm. Boşluqdan çıxartdım. Gördüğünüz kimi hamısı çıxmayanda səliqəsiz olur. Çıxartdım və onun içindən çıxardıram bu formada. Gördüğünüz kimi kənarı bu formadadır.
Şimdi mən bütün hər tərəfini sona qədər bu formada eləyim. Siz də mənim kimi eləyin. Daha sonra üstünün bəzəyini necə etməliyik, onu birlikdə davam elətdirək. Çıxardıram və bunun içindən çıxardıram. Bu şəkildə davam edək. Gəldim, sona çatdım. Bu şəkildə. Dibdəkinə də eləyirəm. Biraz bu ipləri adam incidir. Buradan götürdüm və buradan çıxartdım. Bir zincir çəkirəm. Bunun başlarına da, baş hissəsində bu şəkildə eləyirəm. Hər birinin dibindən bu şəkildə götürürəm. Çıxartdım. Bunun içindən çıxardıram. Bir daha zincir çəkirəm. Zincir çəkirəm, götürürəm. Onun içindən çıxardıram. Çıxartdım. Bir zincir çəkirəm. Götürdüm. Onun içindən çıxartdım. Bunu da bunun içindən çıxardıram. Bu şəkildə sona qədər eləyək. Bitdi artıq. Buradan çıxardım. Bir zincir və sonda gəlib çatıram sona. Burada bunun içindən çıxartdım və bunun içindən çıxardıram və burada bunu sonlandırırıq. Sonlandırdık və bunu kəsirəm. Bunu alt hissədən bu şəkildə keçirdirəm. Alt hissəyə keçirdirəm. Bu şəkildə. Və bunu kəsib burada itirəcəyik. Bununla bunu bir-birinə
ucuna bağlayıram. Daha sonra bunu keseceğim. Bu şekilde. Deməli, indi sancağımız hazırdır. İndi keçirik bunun üstünün bezəyinə. Bu şekilde. Deməli, xanımlar, 25 ya 30 zincir çekirik. Bu şekilde bunun içindən mən bunu çıxartdım. Bunu düğümledim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. 26 zincir çektim. Deməli mənim milçəmin nömrəsi 3'dür. 26 zincir çektim ve başlayıram bütün ilmələrin içindən çektiğim bu zincirlerin içindən her birinin içindən bir bu formada çıxardıram. Bir yok, iki tane. Birini çıkarttım. İkincisini de çıkardıram. Növbəti zincirdən bir, iki. Bu şekilde bu zincirin her birinden 2 dənə çıxardırıq ve 50 dənə olur. 25 zincir çekmiştim. 26. deməli zincir geri dönmək üçün idi. Bu 25 zincir var burada. Bunların her birinin içindən 2 dənə çıxardırıq. Olur 50 dənə. Bu formada her birinin içindən başa kadar bu şekilde gidirik. Bu şekilde başa kadar gidirik. Geldim, sona çattım. Her birine 2 adet çıkardım. Ve bir zincir çekirim. Bir zincir çekirim. İndi geri kaydırır. Geri kaydırır. Deməli, sırada gelen içinden çıkardıram. Formada ikisini bir yerde çıkardıram. Bir daha bakarak eləyin. Çıkarttım. Bir daha her birinin dibinden bir tane çıkardıram. Bu şekilde. Ters üzündən də baxırsınız. Yəni ki, her birinin dibindən çıxardırsan, bunu getirirsen ve ikisini bir yerde çıkartırsan. Daha sonra baxıram. Bu ipi elimde saklayıram. Bu şekilde dibinden götürürüm. Götürdüm. İkisini bir yerde toplayıram. Bu taraftan baxıram ki arada kalmasın. Götürdüm. Daha sonra sıradakine götürdüm. İkisini bir çıkardıram. Sıradakine götürdüm. İkisini bir çıkardıram. Götürdüm. İkisini bir çıkardıram.
Buradan bakarak gedirik. Götürdüm. İkisini bir çıxardıram. Her birinin dibindən götürürük. İlk bir ikisini götürəndə biraz çətin ola bilər. Bu formada götürdüm. İkisini bir çıxardıram. Götürürəm. İkisini bir çıxardıram. Bu şəkildə elə də çətin deyil. Yəni bir iki toxuduktan sonra, bir ikisini toxuduktan sonra tam qaydasına düşür. Sadəcə olaraq çalışın ki, hər birinin dibindən götürün. Yəni ki, arada qalmasın. Bu şəkildə istəsəniz tərs tərəfindən də baxa bilərsiniz ki, arxadan düz götürürsünüz yoxsa yox. Bu şəkildə bu şəkildə biraz diqqətlə götürsəniz, gördüyünüz kimi sadəcə olaraq çalışın ki, arada qalmasın. Hər birinin dibindən götürməyə çalışın. Tam şəkildə sizinlə birlikdə edirəm ki, sizə qaranlıq heç bir şey qalmasın. Hər birinin dibindən 50 ilmənin hər birinin dibindən götürürük. 25'inin içindən 2 ədəd çıxartmışdıq. İndi bunların hamısının dibindən götürürük. Bu şəkildə. Bu şekilde. Bu şekilde sona kadar bunu gedirik. Belə. Hamılar geldim, sona çatdım. Sonda en sonuncunu da götürürüm ve bunu kesirik. Bu şekilde. İsteyen tikə də bilər. İsteyen yapıştıra bilər yapışkanla. Bu şekilde. Bu şekilde giydirik. Belə. İndi belə qoyuruq. Bu formada əvvəl formasını göstəreyim. Daha sonra bu şekilde belə ortasına da
istədiyiniz bir naxışı qoya bilərsiniz. Bunu yenə də deyirəm, istəyən tikə bilər, istəyən də kleyinə yapışdıra bilər. Deməli xanımlar, bunu indi biz yapışdıraraq gedirik. İstəyən tikə də bilər. Şəkildə edirəm. Gördüğünüz gibi bu şekilde düzeldim. Elimizden biraz sıxırıq ki, yaxşı yapışsın. Bu şekilde bunun ortasına böyle yapıştırırıq. Bunun orta hissesine kleyip koyuruq. Bu şekilde. İndi isə deməli ipin artıq hissəsini kəsirəm. Kəsdim və bunu buraya yapışdırıram. Öncə bu dəmir hissəsine bunu yapıştırayım. Kleyimiz yaxşı ərimir. Bu şekilde möhkəm üstündən bu şekilde. Deməli sancağımız hazırdır. Əgər əl işini bəyəndinizsə
abunə olmağı, bəyənməyi unutmayın. Yeni əl işlərimdən xəbərdar olmaq istəyirsinizsə, bildirim zilini aktiv edin. Yeni işlərimizdə görüşmək ümidi ilə hələlik.